Hello şagirdlərim, necəsiz? Yaxşı olun, mən də yaxşıyam. Bu dərsdə sizə alt proqramları başa salacağam. Əslində alt proqramın videosunu dünən atacaqdım, dünən səhər, amma 40 dəqiqə video çəkmişəm və mikrofonu açmağı unutmuşam. Ona görə 40 dəqiqə özü üçün quşlamışam, qalıb orada. Ona görə də bu gün səhər yenə çəkirəm. Bu dəfə mikrofon çıxdı. Tam dəqiqliklə mikrofon açıq eşidirəm. Alt proqramlar əslində dərs nə deməkdə proqram da var, amma orada alt proqramların hər şeyi demirlər. Sadə bəzi kiçik, yəni məqamlar deyirlər. Və nə qədər məqamları buraxıblar, deməyiblər. Ona görə də Promaya elə alt proqramların o məqamlarını başa salacağam. Amma Promaya ilə sıfırdan başladım, çünki bəzi uşaqlar deyir ki, alt proqramları yaxşı bilmirik. Ona görə də Promaya ən başdan, ən sıfırdan alt proqramları başa salacağam. Alt proqram nədir bilmirsinizsə, alt proqramlar defdir. Deflə yazılan alt proqramlardır və gözlə bir dənə rahatımı tutum. Def yazandan sonra ara buraxırsınız və adını yazırsınız. Alt proqramın adını yazırsınız. Məsələn, mən indi test yazacağam. Hələlik test yazıram və 2 mötərizə qoyursunuz. Sonra bir dənə də nöqtə qoyursunuz, enter basırsınız. Burada işi necə görürsüz və ondan sonra mən bura pəs deyəcəm, keçin olmasın. Alt proqram belə yaradılır. Daha sonrasında alt proqramı çıxarmaq üçün sadəcə onun adını yazırsınız, test və bir dənə də mötərizə qoyursunuz. Yəni bu vaxt qədər elədiyiniz bütün alt proqramları bilirsiniz. Məsələn, yəni Max, bu da belədir. ABC ya da printin elə özü, print. Bunların hamısı özləri bir alt proqramdır. Python üçün olan alt proqramlardır. Python özü düzəldib. İndi isə siz özünüz artıq alt proqram düzəltməyi bacaracaqsınız bu videoda. Belə elənilir. İndi ən birincisi ilə parametr və arqumentlərə gələk. Parametr və arqument nədir? Məsələn, gəlirəm bura yazıram ki, max, düzdür. Bilmirsinizsə, max verilən arqument arasında ən böyük ədədi seçsin. Məsələn, mən yazıram 13 ya və 34. Bu daxil etdiyimlərim arqumentdir. Mən 2 dənə arqument daxil eləmişəm. Amma bu arqumentləri götürə bilmək üçün burada mən bura parametrlər yazmalıyam ki, o arqumentlər bu parametrlərə getsin. Sonra da o parametrlərdən istədiyim kimi istifadə edeyim. İndi max biraz qəribədir. Ona görə məsələni max-dən tutmayaq. Məsələn, kimdən tutaq? Kim? Bir şey deyim. Həm. Print. Printin ən birinci içinə daxil edirsən sözü. Məsələn, salam. Düzdür. Sonrasında bu print özü gələcək. Bu salamı gəlib burada qoyacaq. İndi bunu mən açıqlamırıq necə qoyacaq. Bu artıq C++-da yazılmış koddur bunu bura qoymaq üçün. Biz lazım olan bu arqumenti götürdü və istifadə elədi. Bu arqumenti necə götürür? Bura parametr yazıram. Məsələn, mən yazaram. Mən indi test deməyi buna ədədi orta deyək ki, tam əla olsun. Ədədi orta 2 dənə ədədin ədəd ortasını tapırıq kimi düşünün. 2 dənə ədəd ortasını tapırıqsa bizə 2 dənə ədəd verilməlidir. Düzdür? Ona görə də bura yazıram ki, ədəd 1 və ədəd 2. Görürsünüz ki, bu 2 dənə parametr bizə verildi. Ondan sonra mən ədədi ortanı çağıranda 2 dənə ədəd verməliyəm. Məsələn, 13 və 26. 2 dənə ədəd verməliyəm. Bu 13 birinci arqument, birinci parametr, yəni ədəd 1-ə gedəcək. İkinci arqument 26-da ikinci parametr gedəcək, ədəd 2. Buradakı ədəd 1 ilə ədəd 2 çöldə olan başqa bir ədəd 2-dən qarışmır. Yəni məsələn, burada da bir dənə ədəd 1 bərabərdir 10 olsa, bu ədəd 1 ilə bu ədəd 1, yəni bir-birləri ilə fərqli şeylərdir. Başqa ədəd 1-dir, başqa ədəd 1-dir. Adları eyni ola bilər, amma fərqli şeylərdir. Yəni burada yazanda qorxmayın ki, birdən gəlib bu ədəd 1-i götürür. Yox, həmişə bu ədəd 1-i götürəcək, bu ədəd 1-i götürməyəcək. O haqda narahat olmayaq. Burada əgər mən 2 dənə deyil, bir dənə arqument daxil etsəm, xəta verəcəyini, bir dənə xətaları açsaq. Bir dənə xətaları açsaq. Və xəta verdi. Parametr ədəd 2 unfilled, yəni ədəd 2 parametrini doldurmamışıq. Ona görə də 2 dənə parametr vermirsə problem xəta verəcək. 2 dənə parametr verməliyik. Bu parametr və arqumentlər idi çoxsan, yəni bu arqument budur, verdiyimiz parametr də budur. İndi ədədi ortadan tapan bir dənə burada proqram yazaq. Burada məsələn yazıram ki, bu pəstəslək belə rahat olsun. Ədədi orta deyirəm.
bərabərdir, belə bunları toplayaq və 2-yə bölək. Ədəd 1 üstə gəl ədəd 2 böl 2. Qəşəngdir? Bəli. 2-yə böldük. İndi bunu necə qaytara bilərik? İndi əgər biz gəlsək, məsələn, yenə bir şeydən istifadə edək, print, yenə mən desəm max-dən istifadə edəcəm. Max desəm, məsələn, 15 ilə 36. Bu, burada mənə 36 cavab verəcək. Çünki max 36-nı qaytardı. Mən bunu yazdım. Python getdi, max def max'i tapdı. Sonra burada öz işini elədi. Tapdı ki, 36 ən böyükdür verilən arqumentdən və bunun yerinə gəlib 36 qoydum. Olmadı. Bunun yerinə gəlib 36 qoydum. İşte bunu eləmək üçün, yəni buna return deyirlər, yəni qaytarır. Bu bir qiymət qaytarır. Onun üçün return-dən istifadə olunur. Return. Return-dən sonra bir ara qoyursunuz və nəyi qaytaracağını yazırsınız. Ədədi orta. Belə yazınca bu proqram işləyəcək, gələcək bunu eləyəcək, ədəd ortanı tapacaq və return ədəd orta eləyəcək. İndi sınasaq əgər, baxın, ədədi orta desəm, 10-dan 5 desəm, 7,5 olmalıdır. 7,5 qaytardı. Gəldi bunu 10-un üstünə gəldi 15 elədi. 2 elədi 7,5 və sonra 7,5 geri qaytardı. Əgər geri qaytarmasaydı isə nə olardı? Geri qaytarmasa, məsələn, geri qaytarmasaydı bu bizə heç nə qaytarmayacaq. Çünki return deməmişəm. Heç nə qaytarmayacağı üçün də none qaytaracaq. Yəni heç nə. Ona görə də print none oldu. Görürsünüz burada none göstərdi. Buna qaytarmayanlar deyirlər. Bütün alt proqramlar həmişə qaytarmır. Qaytarmayanlar da var aralarında. Qaytarmayanları, məsələn, elə qaytarmayanlardan biri özü print. Yəni print heç nə qaytarmır. Baxın, əgər desəm ki, A bərabərdir print, düzdür? Sonra desəm ki, print A desəm, məsələn, bunu siləyim. Print A desəm, non print eləyəcək. Çünki print heç nə qaytarmadı, düzdür? Mən bir dənə print elədim. Burada printdən istifadə elədim deyə bir dənə boşluq şey elədi. Bir dənə boşluq elədi, enter bastı. O zaman print A deyəndə A heç nə olmadığı üçün non qaytardı mənə. Print elə bunlardan biri. Heç nə qaytarmır. Bu ədədi ortanı yaradıq. İndi burada gəlib return yazaq, qoyacaqsın. Return ədədi orta. 2-3 şeydə return eləmək olur. Məsələn, 2 şeyi return eləmək istəyirəmsə, bir dənə vergül qoyuram və ikinci şey yazıram. Məsələn, ədəd 2. Ədəd 2. Üçüncü şey üçün bir dənə vergül qoyuram, üçüncü şeyi də yazıram. Belə elə bilir. Amma 2 alt-alta yazmaq olmaz. Məsələn, alt-alta belə yaza bilmərəm. Gördünüz, elə enter basan kimi gəldi bura. Çünki return-dən sonra alt proqram həmişə dayanır. Yəni while for loop-unda break-ə oxşayır. Mən bura ikinci dəfə return yazsam, məsələn return yazaq ki, tamamlandı. Tamamlandı. Burada bir dənə kiçik xəta eləmişik. Hə. Tamamlandı yazsam, məsələn indi print ədəd orta desəm, mənə 7,5-i qaytaracaq. Amma tamamlandığını geri qaytarmayacaq. İndi gəlin həm də xətaları açaq bir dənə. Bax, bu gördüyünüz kimi pozulub. Çünki yəni PyCharm deyir ki, this code is unreachable. Bu kod heç vaxt çatmayacaq. Çünki return-dən sonra tamamilə durur, həmişə. Ona görə return-dən sonra bir şey yazmaq mənasızdır. Heç vaxt şey yaramayacaq o. Düzdür, bir alt proqramda 2-3 dənə return ola bilər, amma alt-alta, eyni altda belə, eyni sırada ola bilməz. Məsələn, belə ola bilər də. Necə 2 dənə return ola bilər? Məsələn, belə ola bilər. If deyirəm, ədədi orta fərqlidirsə 0-dan return ədədi orta, düzdür? Deyək, əgər istəyirəmsə ki, 0 olsa, 0 deyilsə, ədəd orta üçün 0-dırsa, yazsın ki, 0-dır. Yazacam bura, else return 0-dır. Amma indi belə bir şey var. Mən onsuz da bunu return əgər bu olsa onsuz da alt proqram dayanacaq. Ona görə burada else istifadə etmək səhvdir. Səhv deyil, amma mənasızdır. Belə də yaza bilərik promu. Çünki əgər gəlsə bura, yəni bu if true versə, bunu eləyəcək. Elməsə də promu ilə bura gələcək. Ona görə else yazmaqdan promu belə yazsaq, bu da işləyəcək. Məsələn, indi else 7,5 verəcək. 2-sən 0 eləyim, qoy 0 olsun. 0 eləyim. Deyəcək ki, 0. Çünki buraya gəldi. Ədəd orada 0-dan fərqlidir, yox. Ona görə bunu eləmədi, proqram buraya gəldi. Return 0 edir. Else deyilsəm yenə işləyəcəkdir, amma belə daha az vaxt sərf eləyirdi, belə deyək. Daha yaxşıdır.
Bu return məsələsi idi. İndi o parametrlərin məsələsinə gələk. Ay, parametrlərin bu elə şu an bu öyrətdiklərim hamısı məktəb daxilində öyrədilmişdi. İndi gəlirik məktəbdən qırağa, başqa şeylərə. Parametrləri işləmək. Parametrlərə burada daha çox şeylər edə bilərik əslində. Yəni tək edə biləcəyimiz şeylər bunlar deyil. Bunu bir dənə silək, bu bizə lazımsızdır. Bunu silək, bu da lazımsızdır. Bunu bir dənə ataq geri. İndi məsələn mən burada gəlsəm və desəm ki, məsələn, A, B, S düzdür? Belə eləsəm. Əgər bunun içinə yazsam ki, salam, gəl burada mən xətaları bir dənə açsam. Xəta verəcək. Gəlib sizə deyir ki, expected type support ABC, yəni ABC-ni supportlayan tiplərdən istəyirdik, amma sıfır aldıq. Halbuki mütləq qiymət deməkdir. Bu arada onu da bir sizə deyim. Mütləq qiymət qaytar. Məsələn, -5 versəm, -5 qaytaracaq. Amma salam rəqəm deyil ki, o mütləq qiymət olsun deyə xəta verir. Deyir ki, sıfırı gözləyirik. İndi sual, bu hardan bilirdi ki, rəqəm istəyir, düzdür? Məsələn, mən də burada rəqəmlə işləyirəm də bax. Amma mən bura gəlsəm, mənə demir ki, nədir, rəqəm olmalıdır. Məsələn, mən əgər həbələ yazsam, həbələ, 5-in yerində yazıram hübələ. Həbələ. Heç xəta vermir, yoxsa xəta vermir. Bu başqa bir, bunun başına altın xətti başına buraxın. Bu heç bir xəta vermədi. Bunu belə eləyək. Gördüm, getdi. Xəta vermədi, çünki o bilmir ki, mən nə istəyirəm. Mən Python deməmişəm ki, mən bu ədədi ortada bu parametrlərin nə olduğunu istəmirəm. Sən onu da işlətsəm, xəta verəcək ki, sıtırı intə toplayıb intə bölmək olmur. Sıtırını intə bölmək olmur, sıtırını toplayır, yəni birləşdirir. Amma ikiyə bölə bilmir, çünki sıtırı intə bölünə bilmir. Ona görə mən Python-a deməliyəm ki, bu intdir. Bunu necə deyirik? Gəlirik bura parametrin qabağına. 2 dənə nöqtə qoyuruq. Və sonrasında da istədiyimiz sinifi yazırıq. Mən deyirəm, int sinifindən olsun. Belə elədikdə, baxın, xəta verdim. Deyir ki, expect type int gözləyirdik, but got strings yerinə sıtır aldıq. Eyni şeydir. Buna da gəlib eynisini eləyə bilərik, belə int eləsək, bu da xəta verəcək. İndi artıq, amma yerinə gəlib onu yazsam, xəta verməyəcək, xəta yerdə duracaq, çünki artıq həqiqətən də rəqəm qoyuruq. Bəs 2 dənə şey istəsən olar. Mən istəyirəm ki, həm int verə bilsinlər, həm də float verə bilsinlər. Amma belə eləsəm xəta verəcək, çünki int gözləyirdim, amma float verdim. Onda, yəni həm int, həm də float gözləyirəmsə, yəni 2-3 dənə fərqli sinif gözləyirəmsə, bir dənə bu düz xətti buraxırıq və ondan sonra ikinci sinif yazırıq. Float. Bam. Eynisini bunu eləyə bilərik. Bu düz xətti bunu şeydən qoyursunuz. Enterin üstündəki klaviatura shift basıb vuranda bunu göstərir düz xətti. Bu düz xətti eləyərək float edin. Məsələn, bura gəlirəm. Bax, xəta vermir, heç bir xəta vermir. Yəni, gəl məsələn, indi yenə string yazaq yerinə. Belə yazsan. Gəl burada deyəcək ki, expect type int float. Int və float gözləyirdik, amma sıtır aldıq. Belə 2, üçüncünü qoya bilərsiniz. Üçüncü ala. Complex. 3, 4, 5. İstədiyiniz qədər hamısını tək-tək belə qoya bilərsiniz. Bu da sinifini bəlli etmək idi, sinifini məcburlaşdırmaq idi. İndi ikinci şey isə, bu xətalarla bağlı sevmirəm. İkinci şeyimiz isə default qiymət qoymaq. Default qiymət böyük ehtimalla bilirsiniz, amma yenə də deyirəm. Default qiymət, yəni siz bir parametrə qiymət verməsəz, o parametrin özünün qiyməti olur. Məsələn, bunu range-də görürük. For i in range deyirəm, düzdür? Deyirəm 0-dan 5-ə qədər get. Print i. Mənə 0-dan 5-ə qədər, indi 5 daxil olmaqla hamısını mənə götür 0, 1, 2, 3, 4. Mən indi bu startdır, düzdür? Bu da stopdur. Mən gəlib indi bura 0 yazmasam belə, 5 yazsam, bu mənə yenə 0-dan göstərəcək. Yəni, mən başlanğıc qiymətini verməsəm də, default olaraq başlanğıc qiyməti 0 idi. Yəni, məsələn, printdə də eyni şeyi görə bilərik. Məsələn, printdə burada sep var, bilirsiniz də, sep. Düzdür? Sep bərabərdir. Sep yazanda burada verdiyim parametrlər arasında ara buraxır. Məsələn, bura mən həbərlə yazıram. Bir dənə də yazıram ki, belə. Mən hələlik sep yazmasam, hələlik bunu yazmasam, bunu print eləyəndə aralarında bir dənə boşluq buraxır, 2 dənə.
2 dənə, şey arasında bir dənə boşluq buraxır. Mən o boşluğa istədiyimi qoya bilərəm. Sep yazaraq, yazıram sep bərabərdir. Sep yəni separate sözündən, ayırmaq sözündəndir. Yazıram ki, aralarına bir dənə belə xətt buraxsın və aralarına bir dənə xətt buraxacaq. Amma mən separate qiymət verməyəndə belə separate öz-özündən ara oldu bir dənə. Sən belə ara qoysan, amma eynisi olacaq, ara qoydu. Buna default qiymət deyirlər. Sən qiymət verməsən də özünün bir qiyməti var. Onu burada necə eləyə bilərik? Onu da belə eləyirsiniz. Parametr yazdınız, 2 nöqtə qoyub yazdıq hansı sinifdəndir. Ondan sonra da bir dənə də bərabər qoyub default qiymət verirsiniz. Məsələn, mən deyirəm 0 olsun. Bundan sonra mən ədəd 1-ə əgər qiymət verməsəm 0 olacaq. Amma burada kiçik bir xəta baş verdi. Baxın, yəni xətanı açıram görəsiniz. Bax. Xəta verir bura. Niyə? Gəl üstünə gələk. Non-default parameter follows default parameter. Yəni default olmayan bir parameter default olan bir parametri izləyir. Bu niyə problemdir? Çünki belə deyək. Bax. Mən deyirəm, gəlirəm bura düzdür. Yazıram ədədi orta. Mən əgər burada ədəd 1-ə qiymət verməsəm, problem 0 olacaq öz üzrə. Amma gəlib qiymət versəm, birinci qiymət versəm, bu gedib ədəd 2-yə getməyəcək. Bu yenə ədəd 1-ə gedəcək. Sıra həmişə düzdür. Ədəd 1-ə gedəcək. Onda bu defaultun mənası qalmayacaq. Çünki mən qiymət verməyəndə də ədəd 2-nin defaultu yoxdur deyə xəta verəcək ki, ədəd 2-nin defaultu yoxdur. Ədəd 1 var, ədəd 1 0 olur, ədəd 2 amma verə bilmirəm. Ona görə də birincisini də qoyanda bu gedəcək problem ədəd 1-ə, ədəd 2-nin yenə də defaultu yoxdur. Ona görə də defaultdan sonra default olmayan qiymət qoymaq səhvdir. Əgər bir parametr default versə, ondan sonraki hamısının default olmalıdır. Ya da həmin parametri ən sona çəkin ki, suyu. Mən bunların default olar, bu anda 0 verirəm və xəta aradan qalxsın. Qalxmadı. Çox sağ ol. Qalxdı ha? Gözlə. Qalx. Çox sağ ol. Getdi xəta. İndi mən buna 2-sən də qiymət verməsəm, 2-sən də qiymət verməsəm, mənə 0 qaytaracaq. Çünki default gəldi, mən 2-dən qiymət vermədim. Düzdür, 2-sə 0 oldu ona görə də. 0-dan 0 topladı 0, 2-yə böldü 0, cavab 0 oldu. Birincinə qiymət versə, məsələn 10, bu gedəcək ədəd 1-ə, ədəd 2-yə heç nə vermədim deyə ədəd 2 0 olacaq, 5 olacaq. 0-dan 5 toplayacaq 10, 10-u da 2-yə böləcək 5. Buna default qiymət qoyacaq. İndi məsələn bu sinif şeyini qoymayanda da sadəcə bunlardan istəyirsiniz, belə də eləyə bilərsiniz. Yəni həmişə sinif qoymalı deyilsiniz ki, belə də eləyə bilərsiniz. Belə siniflə qoyanda, belə sinifi qoyanda isə sinifdən sonra bərabər qoyursunuz. Bunların yeni çəkməyin ən birinci sinifi, sonra isə default qiymətini qoyursunuz. Bu default qiymət qoymaq idi. Biraz göz ağrıdır buna baxmaq, amma məncə qəşəng gözəl. Default qiymət qoymağı dedim. Parametr və arqumentləri haqqında hamısını dedim. Nə qaldı ola ki? Arq və Quarks. Ey şagird, gözün WhatsApp-ın bu bir rəqəmdə olmasın, yuxarı qaldır başı, bura bax, buradayam mən. Əgər əvvəlcə mən max-i göstərdim, düzdür, dedim max. İçən nə qədər rəqəm daxil etsəm, onların ən böyüyünü göstərəcək. İndi bir problem var, bu max hardan bilir ki, mən nə qədər arqument daxil edirəm. Məsələn, mən 15-də daxil bilərəm, 23, 50, belə nə qədər daxil edə bilərəm də, düzdür? Eləyə bilərəm, düzdür? Bəs bu hardan biləcək ki, mən nə qədərini daxil eləyəcəm? Yəni, elə bilməyim ki, burada ədəd 1, ədəd 2, ədəd 3, 100 dənə ədəd qoyub, sonra hamısının default qiymətini 0-a qoyub falan, elə bir şey yoxdur. Bu, mənim başdan nə qədər arqument daxil edəcəyimi həqiqətən də bilmir. Max həqiqətən də bilmir, mən sizin arqument daxil eləyəcəm. Ona görə max arcs-dan istifadə edin. İndi arcs-ın nə olduğunu göstərəcəm sizə. Mən məsələn, indi ədəd orta tapıram üzrə, bunu 2 ədəd üçün edib, 3 ədəd üçün necə eləyərdim? Ya da 4 ədəd, ya da 5 ədəd. Onun üçün arcs-dan istifadə olunur. Arcs nədir? Bir dənə ulduz qoyursunuz və arcs. Arcs yazmaq məcburiyyətində deyilsiniz. Başqa bir şey yaza bilərsiniz. Mən yaza bilərəm ədədlər, yəni istədiyiniz hər şey qoya bilərsiniz. Amma belə adı normal olaraq arcs adlandırılır. Arcs qoymalı deyilsiniz, yəni arqument sözündəndir bu. Belə bir dənə ulduzdan arcs qoyanda artıq mən nə qədər arqument daxil etsəm, hamısını götürəcək. İstəsən 100 dənə, istəsən milyon dənə, istəsən də 1 dənə. Bunları necə göstərəcək? Onların hamısını mənə bir tuple içərisində verəcək. Bunu sizə göstərim. Baxın, məsələn, burada yazıram ki, arcs, geri qaytar arcs-ı. Burada ulduzu qoymuruq, burada elə adını yazırıq. Mən də yazsam ki, ədədi orta, bax, ədədi orta yazıram.
Buraya yazıram 10, bir dəqiqə, sən get, xahiş edirəm. Buraya yazıram 10, belə, nəsə ədədlər, həbələ, hübələ. Və mənə gördüyünüz kimi tuple içərisində o qiymətləri qaytardı. 10, 23, 5, 53, 53. Eyni sırayla tuple içərisindən yığır və saxlayır öz içində. Ondan sonra o tuple içindən istəyiniz kimi o ədədi götürə bilərsiniz və istəyiniz kimi istifadə edə bilərsiniz. Məsələn, mən onun ədəd ortası tapacağam, düzdür? Ədəd ortasını tapmaq üçün nə edirəm? Deyirəm ki, cəmini tapmalıyam, tapmalıyam. Cəmi bərabərdir samdan istifadə edirəm. Ya da forca edə bilərsiniz bilirsiniz, amma indi samdan istifadə edəcəm. Sam cəmini tapacaq proqram. Arcs deyirəm, yəni arcsın cəmini tap. Sam tapı üçün işləyir. Və sonra da say deyirəm. Say da bərabərdir len arcs. Əla oldu. Sayda. Len də uzunluğunu tapır, düzdür. Arcsın nə qədər rəqəm varsa elə o qədər də şey var. Ondan sonra bu cəmi saya bölməliyəm. Cəmi böləcəyik sayıya. Və bu da bizə qiymət verir. İndi bunların bir dənə eləyək. 28,8 bunların ədəd ortası 28,8 imiş. Yəni tamamilə işləyir. Arcs belədir. Max-in içində bu istifadə edir. Ona görə Max-in içində nə qədər arqument istəyirsiniz, qoyursunuz elə, gedir də gedir. Burada da istədiyim qədər ədəd qoya bilərəm. Heç bir problem baş verməyəcək. Limit falan yox, deyəsən. Limit ola bilər. Yox, limit yoxdur. Yəni PyCharm-ın öz limitindən başqa. PyCharm-ın özü mənim bildiyimcə 2400 dənə hərf qoya bilirsən bir dənə sətrin içərisində. İndi bu arcs idi. Bir də quarks var. Quarks nədir? Keyboard argument. Adı budur. Bunun üçün də 2 dənə ulduzun istifadəsi bu dəfə. Quarks. Keyboard arguments. Gördünüz. 2 dənə ulduz qoyursa, bunun adını istədiyiniz kimi qoya bilərsiniz. Yəni sadəcə mən hamı quarks qoyur deyə məmələ anlatıram. İstədiyini qoya bilərsiniz. Yəni bəs quarks nədir? Məsələn, siz print deyəndə, düzdür, siz print dedinizsə, print deyəndən sonra məsələn bunu bir dənə qaldıraq. Yenə əvvəlki həbələyə gələk. Həbələ. Hübələ. Sən də həmişə belə olsan, gözləyirəm. Gözlə görüm. Bam. Всё. Bundan mən məsələn print arqumentini istifadə edirəm. Düzdür, mən nə qədər istəsəm hərf qoya bilərəm də, salam falan. O da arqument daxil edir. Bəs məsələn mən arqumentdən sonra sep var, end var. Onları necə vuruşdura bilərəm, necə eləyə bilərəm ki, printdə, enddə olsun. Çünki arqumentin dayandığı bir yer yoxdur. Mən burada deməyəcəm bir yerdə stop, bundan sonra olacaq. Ona görə arqumenti həmişə ən sona qoymaq. Bu da qəşəng şeydir. Arqument isə həmişə arqument daxil edəcəksə onu ən sona qoyun ki, ən birinci nə arqumentlər varsa onu desin, sonra gəlsin bura. Keyboard argumentdə belə olur. Mən bir dənə basıram və yazıram sep bərabərdir çıx. Belə eləyəndə, məsələn, sep bərabər çıx, bunun hamısını da eləyə bilərsiniz. Bu keyworks-a gedir. Keyworks onu bir dictionary-nin içində saxlayırsınız. Burada bir dənə yazaq. Keyworks-ı geri qaytarsın. Keyworks-ı geri qaytarsın. Sizə də göstərim. Ədədi orta. Mən burada yazıram, nə bilim, rast gələ bir şey. A bərabərdir 6. B bərabərdir salam. Yazıram. Bir dənə deyirəm, qoy. Geri qaytarsın, göstərim sizə. Həqiqətən dictionary içində saxlayır. A keydir. Dictionary keçəndə keçdik. A keydir, yəni açar. 6-da value, yəni dəyərimizdir. Bu birinci elədiyimiz onun açarı olur. İkinci elədiyimizdə onun dəyəri olur və bunu bir dictionary içində saxlayır. Ondan sonra o dictionarydən onu istədiyiniz kimi ala bilərsiniz. Gələ burada keyworks yaza bilərsiniz. A və o da sizə A-nı geri qaytaracaq. Əla. Mən burada belə yazmalıyam. Bəli, 6-nı geri qaytardı. Amma sizə keçən də söyləmişdim ki, buradan .get-dən istifadə edirəm. Çünki istifadəçi ola bilsin ki, A-nı qoymasın. Onu bizim A qaytardıq. Mən A-nı qoymasam, non qaytaracaq. Bir dənə də eləyək. Non qaytardı mənə. Belə istifadə edə bilərsiniz. Bu da bunun dictionary içində saxlayacaq 2 ulduzundan işarə olunur. Bu da 1 ulduzundan işarə olunur. Altdan istəyiniz qoya bilərsiniz. Yəni arcs və quarks olmalı deyil. Bu da arcs və quarksdır. Bu da önəmli şeydir. Yəni bayağı çox istifadə edilir. Məsələn, çox vaxt hər arqumentin sonunda belə Python öz düzəltdiyi şeylərdə deyirəm, öz düzəltdiyi funksiyalarda hər hamısının sonunda, məsələn, ədəd ortada da düzdür. Məsələn, bir funksiya yazılır və burada 2-3 dənə arqument lazımdır. 2-3 arqumentdən sonra ən sonunda belə edirlər.
Ən sonuna belə args deyirlər, sonra bir dənə də belə quarks deyirlər. Deyin niyə? Çünki əgər birdən o istifadəçi deyək 3 dənə arqument lazım deyil mənə. 3 dənə arqument lazımdır deyək. Ədəd 1, ədəd 2, ədəd 3 lazımdır mənə bir dənə. Amma bu gedir adam 4 dənə qoyur, düzdür? Onda xəta verir. Xəta verməmək üçün args deyirik, bir dənə quarks deyirik ki, adam birdən nəsə yazmaq istəsə, sep bərabər özündən bir şeylər quşlasa, bu quşladığı şeylər argsa və quarksa getsin ki, xəta verməsin. Sonra bunlar heç nə eləmir, elə orada qalırlar. İstifadə eləmirsən. Bunu, yəni funksiyaların sonuna qoyub belə özünüzü qurtara bilərsiniz. Beləcə, yəni xəta verməyəcək. O yəni sadəcə adamın yazdıqları hər bir zibildən toplanıb gedəcək, boş yerə yazmış olacaq. Onun üçün bu da yaxşı istifadə şeydir. İndi isə başqa nə qaldı? Lambda qaldı bir də. Lambda bəlkə də eşitmisiniz. O da funksiyadır. Amma o funksiya daha simple, yəni daha normaldır və daha asan yazılır. Daha yəni sadəcə bir sətrə yazılır. İndi sizə göstərəcəm lambdanı. Yazıram ki, ədədi orta, düzdür? Yazıram ki, bərabərdir. Lambda yazırsınız. Tabii ki, def kimi yazırsınız, lambda yazırsınız və sonra bir dənə ara buraxırsınız. Burada daxil edəcəyiniz parametrlər, məsələn, ədəd 1, ədəd 2 falan yoxdur. Bu parametrləri daxil edəcəm. Mən indi x-lə y-i daxil edəcəm. X, y daxil edəcəm və 2 dənə nöqtə qoyursunuz. Belə qoyunca da bu parametrlər oldu. Ondan sonra default qiyməti burada da qoya bilərsiniz. Burada default qiyməti 0, burada bərabər 0 qoya bilərsiniz. Default qiymət. Ondan sonra burada isə qaytaracağınız şey yazırsınız. Bax, işinizi etmişsiniz. Mən burada işimi etmişəm, sonra qaytarmışam. Burada isə qaytaracağınız promo nə qaytarırsa ona yazırsınız və return yazmırsınız. Özü qaytaracaq. Mən məsələn deyirəm ki, x bölünsün y mənə qaytar. Düzdür? Artıq ədədi orta bir funksiyadır, lambda funksiyası. Bunu yəni yeni belə bərabər yazıb lambda yaza bilməzsiniz. Bunu hər yerdə yaza bilərsiniz. Mənası odur ki, daha az yer kaplayır və beyində daha az həcm tutur. Mən də yazsam ki, burada print ədədi orta. Məsələn, yazaram ki, 10-la 2. Onu 2-yə böləndə bu bölmə deyək. Ədəd orta deyil axı bu. Düzdür, bölmə deyək. 10-dan 2. Onu 2-yə böləcək və mənə 5 qaytaracaq və 5-də mənə geri verdi. İndi məsələn, xəta olsa, deyə məsələn, mən 10 yazıram, düzdür? X 10 oldu. Y-də heç nə qoymadım, öncə default olaraq 0 oldu. Gələcək onu 0 böləcək və xəta verəcək ki, division by 0, yəni 0-a bölmək olmur. Onu da nə edə bilərəm? If else eləyə bilərik, düzdür? Məsələn, yazaram ki, əgər if y fərqlidirsə 0-dan, onu da böl. Əgər y 0-dırsa, onda yaz ki 0-dır. Xəta yaz ki, orada 0-a bölmək olmaz. Xəta verməsin və mən özüm yazım ki, 0-a bölmək olmaz. Onun üçün nə edirik? Bir dənə sətə necə if else yaza bilərik? Belə birinciyə yazırsınız, məsələn, nəyi daxil edin? Mən burada yazı göstərirəm, elə edin də. If y fərqlidirsə 0-dan, return x bölünsün y. Y dedim. Else, yəni əgər onda y şeydirsə, 0-dırsa, onda return deyirəm, 0-a bölmək olmaz. Belə deyirəm, düzdür? Bunu bir defin içində yaza bilərdim. Burada yaza bilərdim. Burada necə yazacağıq? Burada bir sətirdir. Burada belə yazacağıq. Götürürük bu x, y-i, düzdür? Yazırıq bura. Ondan sonra if yazdırıq və ondan sonra da şeyimiz nədir? Bunu yazırıq. Y fərqlidirsə 0-dan. Y yazırıq ki, y fərqlidirsə 0-dan. Belə yazırıq. Əgər y 0-dan fərqlidirsə, x böl y ver. Şu an bunu belə yazdım. Burada həmişə else olmalıdır. Düzdür, belə burada normalda else olmaya bilər. Belə eləyə bilərəm. Amma burada else həmişə olmalıdır. Çünki məsələn, y 0-a bərabər olsa nə verəcək buna? Non verəsi deyil. Ona görə də else həmişə olmalıdır. Else deyirəm. 0-a bölmək olmaz. Belə. Bir sətr if else belə yazırıq. Ən birinci if olsa hansı
hansı dəyər vermədi onu yazırıq. Sonra if və fərqli sıfır yazırıq. Ondan sonra da else yazırıq və else-dən sonra da əgər else olsa hansı dəyər qaytarılmalıdır onu yazırıq. Belə eləyəndə olacaq. Yəni, məsələn, mən bura 10 yazdım. Default olaraq y 0 oldu. Mənə 0-a bölmək olmaz deyəcəkdim. Sən bir dənə xahiş edirəm. Uzaq buradan. Çox sağ ol. 0-a bölmək olmaz dedi. Belə işləyir. İndi məsələn, y-in yerinə də bir dənə 1, 2 yazsam, ona o mənə 5 qaytaracaq, gələcək bura. Çünki y fərqli 0, true qaytaracaq, gələcək bunu mənə verəcək. 10/2 bərabərdir 5. Bu da lambdadır. Bu bir sətrə if else sadəcə, yəni lambdada yazmırıq. Başqa yerdə yaza bilərik. Məsələn, mən yazaram A bərabərdir 10 yazaram. Sonra B bərabərdir 5. Əgər if A bərabərdirsə, A 10-a bərabərdirsə, B 5 olsun. Əks halda isə B elə 10 olsun deyirəm. Bunu burada yaza bilərəm və mən sonrasında print B desəm 5 olacaq. Niyə? Çünki bu mənə aparaq, hə, 5 verdi. Çünki boğazım getdi. Hə, çünki A 10-dur. İndi A 9 olsa, 10 olmasa, onda da else gedəcək və B 10 olacaq, mənə də 10 qaytaracaq. Yəni bu if else hər yerdə yaza bilərsiniz. Sadəcə lambdaya aid bir şey deyil bu. Hər yerdə işləyir bu lambda məsələsi. Lambda da belə getdi. Qaldı geriyə bir dənə scope, düzü? Bəli. Scope qaldı. Scope nədir? İndi aranızda Call of Duty ya da CS falan, nə bilim, belə şeylər oynayan varsa, məncə bilər. Nədir? Scope nişangahdır. Tapancanın üstündə, məsələn, sniperın üstündə nişangah var, o nişangahdır. İndi bu nə nişangahdır? Məsələn, mən buraya yazsam ki, x bərabərdir 10, düzdür. Sonra mən burada x-i istifadə eləmək istəsəm. Məsələn, burada yazsam ki, x bərabərdir 5. 2 dənə x var. Biri çöldədir, biri isə içəridədir. Mən desəm ki, burada qaytar x-i, bu hansı x-i qaytaracaq? Bu x-i qaytaracaq. Bax, print ədədi orta deyirəm. Bunları bir dənə default olaraq 0 verək ki, uşaqlar. Qoy default olaraq 0 verək ki, mənim başım problem gəlməsin. 5. Çünki getdi x, return x elə, x-ə baxdı, buradan da 5 götürdü. Mən indi istəsəm ki, bu x-i, çöldəki x-i göstərsin, onda global x istifadə edəcəm. Global x deyirəm. Hadi bunu deyirəm, heç nə bərabər, heç nə eləmirəm. Global x deyirəm və bundan sonra yazacağım şeylərdə bu x, bu deyil, bu olacaq. İndi məsələn, print eləsəm, çox sağ ol. İndi bir dənə x desəm, onu verəcək. Amma sən bu globalı silsəm ortalıqdan, mənə yenə onu verəcək. Çox sağ olun. Allah razı olsun. Nəysə, bu qlobu həqiqətən həmişə gedir. Çünki bəzən deflər bir-birinin içinə çox girir. Defin içindən def, onun içindən def falan ola bilir. Onda bunun beyni qarışa bilər. Yəni, amma global x deyəndə həmişə bir gedir, bu x-i götürür və mənə gəlir, həqiqi bu niyə belə oldu? Bir dəqiqə görüm. Üzrlü sayın, mən səhv demişəm. Tamam, global sözədəki x-i götürmür. Global neyniyir? Məsələn, mən gəlsəm, düzdür. Belə yazsam ki, x bərabərdir 5 yazsam. Mənə bu nə qaytaracaq geri? 5 qaytaracaq, düzdür. Çünki buradakı x-i götürdü. Mən indi desəm ki, mən istəyirəm ki, bu x-i də dəyişsin. Düzdür, buradakı x var ya, bu x-ə 5 olsun. O necə eləyəcəm? Mən buradan necə o x-i əyişəcəm? Onda global x deyirik. Onda global x deyirik. O zaman yazarıq ki, x bərabərdir. O x-ə dəyişəcək. İndi sizə göstərəcəm. Məsələn, burada yazacağım ki, print x. Qoy o x-i göstərsin. Məsələn, bu globalı hələlik silək. Yəni silək. Oynadaq 5. Bu return x gəldi, bu x götürdü, 5 elədi. Amma bu x dəyişmədi. Əvvəlcə ən başda dedim, bunun içində yazılan parametrlər. Burada yazılan şeylər çöldəkinə baxılmır. Çöldəkinə eyni şeylər deyildir, değil mi? Görsə o fərq edilir. İçəridəki x fərqlidir, çöldəki x fərqlidir. Amma istəyirəm ki, bu x dəyişəndə bu x dəyişsin. Onda bir dənə global x deyəcəm. Və sonra x bərabər 5 edəcəm və çöldəki x dəyişəcək. Global deyəndə gəlir ən üstdə, bir addım arxaya getmir. Ən üstdə gəlir, bunu fərq edin. Bir üstə gəldi. Yəni bir üstə çünki definitsinə def yazılmağa icazə verir. Ona görə deyirəm bir üstə gəldi. Bir üstə gəlir və bu x-i gətirir. Sonra x bərabər 5 deyəndə bu o x-i dəyişir. Amma sən definitsinə def olsa bir dənə, onda da non-localdan istifadə edəcəm. İndi bir dənə gözəllikləri silək. Mən bura əgər yazsam ki, def içəri yazsam, yəni içəridəki olsun qoy.
Mən burada yazsam ki, x bərabərdir 5, düzdür. X bərabərdir 5 yazsam, sonra burada yazsam ki, print x yazıram, düzdür. Buna da yazıram. Return eləməyim ki, bir də biz uğraşmayaq. Print. Burada yazıram x. Gəl burada x bərabərdir 10 deyirəm. Belə eləsəm, əldə ortanı çağırsam, bu mənə gələcək. Bu niyə ikinci ilə 10 qaytardı bu? Hə, return print x demişəm. Return print x sayışdım, özür dilərim. Hə. Belə eləyək. Hə, işlədək. Tamam. Əla. Bu niyə belə olur öndə? Çünki mən print demişəm. Mən niyə print demişəm ki, Allah? Mən bir dənə bunu eləyirəm. Sonra içərini çağırıram orada. İçəri. Düzdür. İndi əldə ortanı çağırdıq. Baxın. Bunu 10 demək, bunu 15 deyə qoy, fərq edilsin. Birinci 5 dedi. Birinci içərini çağırdım. İçəri bu print. Bunu 5 elədi. Sonra mən bunu print elədim. Sonra bu print elədi. Bu da 15 oldu. Bu x. Sonrasında çöldəki x dedim. Bu da 10 idi. 10 oldu. 3 dənə x var bu dəqiqə. Amma 3-də bir-birinə fərqli qiymətləri var. İndi mən desəm ki, bu içərinin içindəki x bu ən başdakı x olsun. Yazsam ki, global x. Bir dəqiqə. Bu niyə belə oldu? Belə yazdım. Global x. Belə yazsam. Baxın indi. Bax. 2-də 5 oldu. Bu da 5 oldu. Bu bizimki onsuz da 5'ti. 5 oldu amma bu yenə dəyişmədi. Bu yenə olduğu kimi qaldı. İndi mən istəsəm ki, çöldəki global dəyişməsin, amma bu x dəyişsin. Onda non-localdan istifadə edəcəm. Non-local. Bu gələcək ən yaxındakı x-i götürəcək. Ən yaxındakı deyirəm ha. Çünki 3-cü, 4-cü dəfə ola bilər. Onda yenə də gələcək ən yaxındakı x-i götürəcək. İndi belə deyirəm. 5, birincisi onsuz da 5'dir. Gəlib bunu da 5 elədi, bu da 5 oldu. Bu çöldəki hələ də 10 olaraq qaldı. Non-local və globalı budur. Tamamilə bunlar da belə işləyirlər. Çox istifadə edildiğini görülməmişəm, amma yəni istifadə edilə bilən şeylərdir. Bir də ən son olaraq 37 dəqiqə oldu. Az qaldı. Bu dəfə mikrofonum çıxdı. Yey! Nədir? Rekursiya qaldı. Rekursiya nədir? Bir alt proqramın içində həmin eyni alt proqramı təkrardan istifadə eləməkdir. Xəta verməyəcək, yox. Eyni bir alt proqramın içərisində həmin eynisini istifadə edəndə xəta vermir. Çünki Python başdan, alt proqramları başdan oxuyur, sonra istifadə etdiyi üçün xəta vermir. Mən indi bunu necə göstərəcəm? Fibonacci-ni göstərəcəm. Fibonacci ədədini bilməyən varsa, yazam ki, n. Yəni, n-inci ədəd mənə n-incini versin. N-inci Fibonacci ədədini versin, düzdür? Fibonacci ədədini bilməyən varsa, belədir. Fibonacci ədədinin ilk 2 ədəd 1-dir. Ondan sonraki hər ədəd isə özünün əvvəlki 2 ədədin cəmidir. Ondan sonra yəni 2 olacaq, 2 üstəgəl 1, 3 olacaq, sonra 5 dedim, 5, Allah səni qorusun, 5, 8, 13, tək hər ədəd özünün əvvəlki ikisinin cəmidir. Yəni, bunu rekursiya necə yaza bilərəm? Belə yazaram. If n kiçik bərabərdirsə 2-dən, düzdür? Yəni, əgər birinci və ya ikinci ədəddirsə, return deyərəm 1, 1 qaytar. Digər halda isə mən yenə else yazıram. Bildirsiniz, niyə else yazıram? Yazaram ki, return Fibonacci n sıx 1 üstəgəl Fibonacci, yəni fib n sıx 2. Yəni, Fibonacci n sıx 1 və n sıx 2 özünün əvvəlki 2 ədəd cəmini toplayıb geri qaytararam. Əgər birinci və ya ikinci ədəd olsa, onlar da 1-dir. Birinci, ikinci ədəd 1 olduğu üçün bu tamamilə işləyəcək. Fibin içində fibdən təkən istifadə edir. Rekursiya alt proqram içindən başqa bir alt proqram deyil. Həmin eyni alt proqramı istifadə eləməkdir. Mən indi burada yazsam ki, print fib məsələn yazsam ki 6. Mənə gedib 6-cı Fibonacci-ni geri qaytaracaq. Baxın 8. Bir dənə sınayaq. 1, 1, 2, 2, 2, 3, 5, 8. Birinci Fibonacci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı görürüz. Altıncı, hər gələn 8-i mənə geri qaytardı. Amma bu biraz pisdir. Rekursiya biraz pisdir. Niyə? Çünki gedişdir. Məsələn, mən buraya yazsam ki 20-ci. Yazsam ki buraya 20. Bu mənə tez qaytardı. Məsələn, yazsam ki 50. Siyah, qaldı belə. Bir də geri gələn deyil.
Geri gələndə amma çox gecikdi. Niyə? Çünki məsələn bu deyir ki, 50 düzdür. Gəlir bu 49-la 48 axtarır. Sonra o 49-un özünün içində 48, 47-dən, 48-in içində 47 ilə 46 yaradır. Belə çoxlu, yəni ona görə kompüter nə qədər güclü olsa olsun, rekursiya çox gecikdir. Belə gecikirsə elə gəlməyib, elə gözləyirik. Elə hesablayır. Adi səs eşidirəm, ventilyatorun səsi açıldı. Belə rekursiya ona görə çox istifadə etməyin. Yəni Fibonacci tapmaqsa for loopunu istifadə edin ya da while loopunu istifadə edin. Rekursiya pisdir. Həqiqətən çox uzadır işi. Bu da belə idi. Alt proqramlarda belə işləyirsən, dura bilərsən. Sən yeganə oxşamısan. Alt proqramlar tamamilə belə idi. Gələn dərsdən OOP-yə başlayacağıq. Çox böyük dərsdir. Bir yerə yerləşdirə bilməyəcəm. Yəni böyük ehtimal 2-3 dərs ayıracam. Böyük ehtimal 100% 2-3 dərs ayıracam. Əla dərsdir. Ona görə hazır olun. Sağ olun. Vızqırt.